İzləyiciləri, bugün sizi Xırdalanda Avropa qapılarının yanında belə bir 2 mərtəbə 6 sotda 2 mərtəbə 6 otaqlı həyət evi ilə tanış edirəm. Həyəti də göstəririk. Qaraj hissəsidir. 2 dənə 3 dənə rahat maşın girir. Yaşıllıq zonasıdır. Bu da besetkasıdır. Keçirik evin içine, sizi evden tanış edəcəyik. Dəhliz sistemidir. Gördüğünüz kimi sağda belə bir yataq otağı mövcuddur. Solda mətbəx hissəsidir və belə bir belə oturmağa çörəyimi yer var. Cütdaşdan inşa olub, kombisi var, kupçası var. Mətbəxidir belə. 2 yerə bölünür mətbəxi. Keçirik geniş qonaq otağımıza. Buyurun baxın. Geniş qonaq otağımız var. Yeri parketdir. Tərəfləri laminat. Sol tərəfdə də belə çox böyük razmeridə belə bir sanitar qovşağıdır. İkinci mərtəbəyə çıxışdır, göstərik. Çıxırıq ikinci mərtəbəyə. Evimizin ikinci mərtəbəsidir. Sağ tərəfdə yataq otağıdır, belə. Burada dəhliz sistemi, bu da bir yataq otağıdır. Belə bir, belə deyək də bir, sadəcə burada ambar kimi ediblər. Belə bir zaldır, bir 40 kvadratlıq. Belə görsənir. İstifadə olunmur. Bu da bir yataq otağıdır, geniş ölçüdə. Bu da axırıncı yataq otağıdır. 4 yataq otağı ikinci mərtəbədə. Gördüğünüz gibi bir böyük zal orada. 150 kvadrat aşağı hissədir. 150 kvadrat da birinci mərtəbəsidir. Yox, ikinci mərtəbəsidir. Hörmətli izləyicilər, evimiz 2 mərtəbədir. 300 kvadratdan ibarətdir. 4 yataq, 5 yataq otağı, bir qonaq otağı aşağıda. Orada deyək ki 7 otaqda, bir qonaq otağı da yuxarıda var. Onu da eləyə bilərsiniz. Onlar istifadə eləmirlər. Faktiki 7 otaqdan ibarətdir. 5 yataq otağı, 2 zal. Sanitar qovşaq aşağıdadır. Kupça var. 6 sotda inşa olunub. Təmiri normaldır. Super deməyək, normaldır. Girib yaşamaq olar, təmiz evdir. Yerləşdiyi yer 119'da Avropa qapılarının yanında. 119 marşrutla arası 1600-700 metr. Sizin nə vakit var satışda, buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abone olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.